Hər gün, hər gün daha doğrusu bir qalmaqalla rastlaşırıq. Yazıçı onlar deyib ki, Lalə Məmmədova kimdir? Təbii ki, müğənni, əməkdar artist, Azərbaycan Respublikası əməkdar artist Lalə Məmmədovadan gedir. Bir neçə gün bundan öncə Lalə Məmmədova bəzi maraqlı açıqlamalar vermişdi ki, Zaur kimdir? Zaur əzik bir papa uşağıdır. Bu Zaur bilirsiniz də kimdir də? Təxminə və Zaur filmindəki Zaurla bağlı bir verilişdə danışıb. Əslində Layla xanımın dediyində bir həqiqət vardı. Orada maması deyir, qayıt, geyib, dəstəyə qoy yerə, qoy. Gəl evlənir. Sevməsə də doğrudan da orada mən də həmişə deyirdim ki, niyə görə belə? Bəli, əməkdar artist Lalə Məmmədova Azərbaycan Yazıçılar Birliyi sədri Xalq yazıçısı Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi əsəri əsasında çəkilən təxminə filminin obrazları haqqında müzakirələri belə açıqlamalar verib də, açıqlamalar verib. Sənətçi Sevinc ilə Danış layihəsində Zaurı əzik papa uşağı adlandırıb. Amma niyə görə aparıcı birdən-birə o sualı verib? Yəqin bizim kişilərimizlə bağlı, papa uşaqlarla bağlı suallar verib. Yəqin mən baxmamışam ona, amma onun fikri var orada ki, Zaur əzik papa uşağıdır. Təbii ki, istinad edirəm bizim media yazıçı Anara zəng vurublar, axtarıb tapıblar ki, Anar müəllim, bəs Lalə Məmmədova deyir ki, sizin ssenarinizdə əsasında çəkilmiş film, həm də əsər də onun əsəridir. Anar müəllim niyə görə belə deyib? Yəni cavab verin, qəbul edirsiniz. O da deyib ki, deyib Lalə Məmmədova kimdir? Anar müəllim, yazıçı Anar, Azərbaycan Respublikasının Yazıçılar Birliyi rəhbəri. Siz Lalə Məmmədovanı tanımırsınız, illərdir səhnədə oxuyur. Ola bilər siz Şəbnəm, yox, Aytaç Tovuzunu tanımaya bilərsiniz, nə bilim Şəbnəm, nə bilim Kimovanı tanıya bilməzsiniz. Çoxdur da belə. Amma Lalə Məmmədova peşəkar oxuyandır. Niyə onu belə o kimdir soruşub? Kimdir Lalə Məmmədova sual verir. Mənim heç bir münasibətim yoxdur deyib də hər adama cavab verməyəcəm. Heç bir şərh vermirəm. Münasibətiniz yoxdur, amma azından onu müğənni kimi tanıyırsınız və mən düşünürəm ki, hansısa tədbirdə Anar müəllim də var idi, Lalə Məmmədova da vardı. Amma Lalə Məmmədova, Anar müəllim, hörmətli Anar müəllim, peşəkar ifaçısı, sıradan birisi deyil. Onu tanımaq lazımdır. Əgər əzik, Zaur üçün əzik papa uşağı deyibsə, doğrudan biraz var da, orada var da Anar müəllim. Gəlin səmimi etibar, səmimi olaq.